Jeffrey Epstein'in ölümü. Bu bir intiharın araşdırılmasındakı, yəni dəhşətli səhvlər zənciridir, yoxsa bir qətlin örtbasdır edilməsinin mükəmməl icrasıdır? Tamamilə Rəsmi hekayə aydındır. İntihar. Amma sizin paylaşdığınız sənədlər, xüsusilə də son illərdə ortaya çıxan bəzi görüntülər, bəzi hesabatlar, bu rəsmi hekayənin üzərinə böyük bir kölgə salır. bəli və bu kölgə getdikcə böyüyür. Bizim də məqsədimiz bu pərdəarxası detalları bir-bir araşdırıb, həmin gecə həqiqətən nələrin baş vermiş ola biləcəyini anlamaqdır. Məsələ. Çünki bu sadəcə bir məhbusun ölümü ilə bağlı deyil, bu güc haqqındadır. Nüfuz və həbsxana divarlarının belə gizlədə bilmədiyi sirlər haqqındadır. Düzdür. Mənbələrinizdəki məlumatlar sadəcə şübhə yaratmır, onlar rəsmi versiyanı, demək olar ki, qeyri-mümkün edən bir-biri ilə bağlı hadisələr zəncirini ortaya qoyur. Üstündən illər keçsə də suallar cavablardan çoxdur. Yaxşı, onda gəlin ən partlayıcı dəlildən başlayaq. Bu həqiqətən də inanılmazdır. Sizin mənbənizdəki video görüntülərdən danışıram. O məşhur görüntü. Bəli, Epstein'in öldüyü gecə, ABŞ-ın ən ciddi qorunan həbsxanalarından birinin ən təhlükəsiz mərtəbəsində, onun kamerasının yaxınlığında təhlükəsizlik kamerasına düşən narıncı kostyumlu bir şəxs var. Və rəsmi sənədlərə görə həmin vaxt orada yalnız 2 mühafizəçi olmalıydı. Elədir. Bəs bu sirli fiqur kimdir? Ora necə düşüb? Baxın, məsələ təkcə onun orada olması deyil, sadəcə orada dayanan bir fiqur deyil. Məsələni daha da mürəkkəbləşdirən onun hərəkətidir. Hərəkəti? Bəli. Görüntülərdə onun pilləkənlərlə birbaşa Epstein'in kamerasının olduğu o xüsusi qorunma bölməsinə doğru qalxdığı aydın görünür. Bu, təsadüfən yolunu azmış birinə bənzəmir. Yox, əlbəttə. Bu, məqsədyönlü bir hərəkətdir və bu hərəkət bütün rəsmi protokolları, bütün zaman cədvəllərini alt-üst edir. Əsas sual budur. O şəxs ora necə daxil olub və onun orada olmasına kim icazə verib? Bura park deyil axı, federal həbsxanadır. Bax, işin ən absurd tərəfi də məhz rəsmi qurumların reaksiyasıdır. Yəni, FBI və Ədliyyə Nazirliyi bu görüntüyə necə bir izah gətirib? Hə, o izah. Mənbənizə görə bəzi müstəntiqlər iddia edir ki, bu əslində bir insan deyil, sadəcə narıncı yataq dəsti daşıyan bir həbsxana zabiti ola bilər. Bir dəqiqə, ciddi. Bəli, onların izahı budur. Yəni, əlində narıncı mələfə tutan bir mühafizəçi. Bu, onların ən yaxşı argumentidir. Bu izah o qədər zəifdir ki, demək olar təhqiramiz səslənir. Bir neçə fundamental sual yaranır. Birincisi, əgər o bir zabit idisə, niyə kimliyi açıqlanmır? Niyə bugünə qədər müəyyən edilməyib? Düzdür, kimdirsə deyin də. İkincisi, ABŞ-ın ən ciddi qorunan həbsxanasında gecənin bir yarısı yataq dəsti daşımaq üçün ən uyğun vaxtdır. Bu izah sanki problemi həll etmək əvəzinə bizim ağlımızla məzələnirsiniz sualını yaradır. Ən dəhşətlisi isə bu deyil. Mənbənizdə qeyd olunur ki, istintaq zamanı həmin gecə növbədə olan digər mühafizəçilərə bu sirli şəxs barədə heç bir sual verilməyib. Heç bir sual. Bu necə mümkün ola bilər? Əlinizdə potensial bir qatilin və ya hadisənin yeganə xarici şahidinin görüntüsü var, amma siz digər mühafizəçilərdən soruşmursunuz ki, hey, o gecə dəhlizdə narıncı geyimdə gəzişən birini gördünüzmü? Bəli, və bu görməzdən gəlmənin ən kritik tərəfi odur ki, bu sadə bir səhv və ya necə deyim, səhlənkarlıq deyil, bu cinayət təhqiqatının ən təməl qaydalarının pozulmasıdır. Yəni bilərəkdən edilib. Elə bil ki, istintaq bilə-bilə ən vacib ipucundan yan keçib. Sanki kimsə bu sualın soruşulmasını, bu ipucunun araşdırılmasını istəməyib. Bu, hadisənin özü qədər şübhəli bir istintaq prosesinə işarə edir. Deməli, bizdə həbsxanada olmamalı olan bir fiqur var və bu fiqurun kimliyi ilə bağlı sualların soruşulmasının qarşısı alınıb. Bu, tək başına belə kifayət qədər şübhəlidir. Bəli. Amma bu naməlum fiqur hekayənin yeganə qəribəliyi deyil. Bu bizi birbaşa o gecə növbəti olan və hər şeyi görməli olan insanlara, yəni mühafizəçilərə gətirir. Onların hekayəsinə. Onların hekayəsindəki boşluq isə daha da heyrətamizdir. Tamamilə. Gəlin mühafizəçi Tova Noel'in etirafına baxaq. Mənbənizdəki rəsmi sənədlərə görə o həmin gecə məhbusları sayarkən səhv etdiyini etiraf edib. Sayda səhv edib. Bəli. Binanın həmin bölməsində 73 məhbus olduğu halda
O öz hesabatında 72 nəfər qeyd edib. Bir dəqiqə. Həbsxanada say səhvi o qədər də qeyri-adi bir şey deyil, elə deyilmi? Bəlkə də biz sadəcə yorğun bir işçinin səhvinə həddindən artıq məna yüklüyürük. Yox, sualınız tam yerindədir. Bu səhvi digərlərindən fərqləndirən nədir? Fərqi yaradan şey zamandır. Zamanlama hər şeydir. Bu say səhvi təsadüfi bir vaxtda baş vermir. Bu, Epstein'in ölümünün baş verdiyi ehtimal olunan o bir neçə saatlıq zaman intervalı ilə tam üst-üstə düşür. Aha, başa düşdüm. Bu iki anlama gələ bilər. Ya həmin kritik anlarda binada qeydiyyatda olmayan artıq bir nəfər olub. Bəlkə də bizim o narıncı kostyumlu dostumuz, Ya da kimsə sirli şəkildə qeydiyyatdan yoxa çıxıb. Hər iki halda da bu rəsmi hekayəyə və həbsxananın təhlükəsizlik sisteminə tamamilə ziddir. Yorğun bir işçinin səhvi ola bilər. Amma bu səhvin məhz bu gecədə, məhz bu saatda, məhz bu şəkildə baş verməsi statistik bir təsadüfdən daha çox bir siqnala bənzəyir. dəqiq olaraq. Deməli, bizdə potensial olaraq binaya daxil olmuş bir naməlum şəxs var və eyni zamanda qeydiyyatda bir nəfərlik bir uyğunsuzluq var. Bu iki detal bir-birini inanılmaz dərəcədə tamamlayır. Sanki biri digərini örtbasdır etmək üçün yaradılıb. Yaxşı, bəs fiziki şahidlər yoxdursa, elektron şahidlər, yəni kameralar. Hər kəsin ağlına gələn ilk sual budur. Və bu sualın cavabı bəlkə də bütün hekayənin ən narahat edici hissəsidir. Bu, demək olar ki, hər sui-qəsd nəzəriyyəsinin klassik elementidir, amma burada soyuq faktlarla təsdiqlənir. Necə yəni? Epstein'in kamerasının birbaşa qarşısında olmasa da, onun olduğu dəhlizi çəkən iki əsas kamera olub. Mənbələrinizə görə həmin gecə bu kameralardan biri sanki qəsdən fərqli bir bucağa çevrilib və pilləkənləri çəkməyib. Pilləkənləri, yəni narıncı kostyumlu şəxsin gəldiyi yolu. Məhz o yolu. Digər kamera isə daha sadə bir şəkildə ümumiyyətlə işləməyib, heç bir qeyd aparmayıb, sönülü olub. Yəni bir kamera kor olub, digəri isə başqa tərəfə baxıb. Amma bu yüksək təhlükəsizlikli bir müəssisədir. Dünyanın ən məşhur məhbusunun saxlandığı yerdir. Texniki nasazlıqlar bu qədər asan baş verməməlidir. Bəlkə sadəcə bəxtsiz bir təsadüfdür. Gəlin ehtimal nəzəriyyəsinə baxaq. Dünyanın ən çox müzakirə olunan, ən qiymətli məlumatlara sahib olduğu iddia edilən bir məhbusun saxlandığı federal bir müəssisədə onun birbaşa təhlükəsizliyinə cavabdeh olan iki kritik kameranın eyni anda. Məhz onun öldüyü gecə. Bəli, məhz onun öldüyü gecə xarab olması ehtimalı statistik olaraq demək olar ki, sıfıra bərabərdir. Bu, ildırımın eyni yerə iki dəfə düşməsindən daha az ehtimal olunan bir hadisədir. Aydındır. Bu təsadüfi bir texniki nasazlıq kimi deyil. Bu dəlilləri məhv etmək üçün məqsədyönlü, öncədən planlaşdırılmış bir rəqəmsal qaraltma kimi görünür. Kimsə o koridorun tamamilə kor qalmasını təmin edib. Və bu kor koridor da narıncı kostyumlu şəxsin oradan rahatlıqla keçməsi, işini görməsi və heç bir iz buraxmadan getməsi üçün mükəmməl bir şərait yaradır. İndi mənzərə daha da aydınlaşır. Tam olaraq. Bir-birini izləyən hadisələr zənciri var, kameralar sıradan çıxarılır, naməlum bir şəxs peyda olur, məhbusların sayında çaşqınlıq yaradılır və bütün bunların sonunda Epstein ölü tapılır. Və rəsmi cavab